Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu Park 1 yaşayış massivində yerləşən çox mərtəbəli yaşayış binasında güclü yanğın baş verib. APA hadisə şahidlərinin məlumatına görə xəbər verir ki, güclü yanğın nəticəsində ikisi uşaq olmaqla ümumilikdə 5 nəfər dünyasını dəyişib. Hadisə saat neçədə baş verdi? 4 işləmişdi. 2 dənə körpə uşaq ölüb, bir dənə də anaları ölüb, cavan gəlin, bir dənə də yaşlı kişidir, o da 9-cu etajda. Hamısı zəhərlənmədə. 4-dür, 5. 5 nəfər, hə, 5 nəfər. 5 nəfər ölüb. 5 nəfər ölüb. Bir də mənim öz yoldaşımdır, o da zəhərlənib. Öz yoldaşımdır, o da zəhərlənib. Oğlumdan bu saat Semaşqadadılar. Valensiyada müalicə alınır da. İndicə nə əlaqə saxladılar məndən, şükür Allaha, onlar ayılıqdır. Eşitdik amma həmişə uşaqlar alır, nədir o partlayan var, bayramda atır. Elə bir şey nədir? Zırh paketlər nədir? Onu hesab elədik. Mən o 3-cü binada olam. Bu da o bir üzdür olub. Yaqın ki, dəyişik salmışım, onun xəbərim olmuyor. İndi durur, indi hadisədən xəbərim var. Xəsarət alanlarla bağlı isə hələ ki dəqiq məlumat yoxdur. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən qüvvələri, təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub. Yanğının artıq söndürüldüyü bildirilir və hansı səbəbdən baş verməsi ilə bağlı hələ ki dəqiq məlumat yoxdur. Faktla bağlı araşdırma başlanılıb.